həkimin diplomunu əlinə alarlar, əgər o bu səhvi eləyirsə. Çünki xırda bir diqqətsizlik, ani bir fikrin yayılması, fikir dağınıqlığı dəqiqələr içərisində xəstənin həyatının bitməsinə səbəb ola bilər. Bu durum qan köçürmələri zamanı baş verir. İndi isə mən sənə izah edəcəm ki, hansı əsasa görə xəstə həyatını itirə bilər. Belə ki, insanda 4 qrup qan qrupu vardır. Birinci, ikinci, üçüncü, dördüncü. Və hər insanın qan qrupu özünə məxsusdur. Qan qrupu isə qanın içərisində hərəkət edən qan hüceyrələrinin üzərindəki müxtəlif, belə loru dildə desək, markerlərlə bəlli olunur. Məsələn, mənim qan qrupum filan qrupdur və onun üzərində tutaq ki, A markeri var. Filankəsin qan qrupunda isə B markeri var. Və mənim qan qrupumda, daha doğrusu mənim orqanizmimdə başqa qan qrupuna qarşı immun hüceyrələri var. Onun da başqa insanın da qanında mənim qan hüceyrələrimə qarşı immun hüceyrələri var. Əgər mənə doğru qan köçürülməzsə, yəni özümə uyğun olan A qrup qan köçürülməzsə, bu zaman mənim bədənimdə olan digər qruplara qarşı immun hüceyrələri aktivləşməyə başlayır. Nəticədə bu immun hüceyrələri başqa insanın qanını, daha doğrusu mənim qanıma uyğun olmayan qanı düşmən kimi görür və həmin qan hüceyrələrinə hücum edir. Həmin qan hüceyrələrinə hücum eləməsi nəticəsində həm də mənim qan hüceyrələrimə hücum başlayır. Yəni, damarlarımda qızğın bir mübarizə başlayır. Nəticədə immun sistem bu qan hüceyrələrini, yəni eritrositləri məhv etməyə başlayır. Nəticədə eritrositlərin içərisində olan hemoqlobin ortaya çıxır. Bu durum qan parçalanması da adlanır el arasında. Hemoqlobinin qanda yüksəlməsi isə həm mənim böyrəyimə gedir və nəticədə sidiyin rənginin dəyişməsinə səbəb olur. Amma daha pisi, bu hemoqlobin adlı maddə çökür mənim böyrəyimə, böyrəyimin müxtəlif hüceyrələr. Nəticədə böyrəyimin funksiyası pozulur və bədəndə artıq yavaş-yavaş şok vəziyyəti yaranır, orqan çatışmazlığı yaranır. Deməli, bu mexanizmdən böyrəyimin funksiyası pozuldu və böyrək çatışmazlığı yarandı. Digər tərəfdən immun sistem dediyim kimi dəli kimi aktivə olmağa başlayır və bu zaman immun sistemin sitokinlər adlanan xüsusi maddələri ifraz olunur. Bu maddələr isə mənim damarlarımı genişləndirir və təzyiqimi aşağı salmağa başlayır. Ürəyim isə təzyiqim aşağı düşdüyü üçün tez-tez döyünməyə başlayır ki, bəs orqanlara qan çatdıra bilsin. Amma bu uzun müddət davam edə bilmir. Çünki artıq mənim bədənimin kənar hissələrində, məsələn, əllərimdə, ayaqlarımda, yəni periferiyada artıq durum kəskinləşməyə başlayır. Həmin hissələrə qan gedib çatmır. Bundan sonra daxili orqanlarımın da müxtəlif hissələrinə qan gedib çatmamağa başlayır. Və nəticədə həmin orqanlarda alarm siqnal baş verir ki, bəs orqanda qan çatışmazlığı var və bunun sayəsində get-gedə bir çox orqanlarda artıq funksiyalarını dayandırmağa başlayırlar, işləməməyə başlayırlar. Amma bu dediyim proses bir neçə dəqiqə içərisində bədəndə həyata keçir. Hüceyrələrim get-gedə parçalandığı üçün hüceyrələrin içərisindəki kalium artıq çölə çıxır. Bu isə qanda kaliumun qalxmasına və ürəyin ritminin pozulmasına səbəb olur. Artıq ürəyim də normal işləmir. Özü istədiyi kimi fərqli ritmlərdə atmağa başlayır. Digər tərəfdən isə qanımda olan trombositlər, yəni qan laxtalanmasında iştirak edən hüceyrələr də bu proseslər nəticəsində aktivləşməyə başlayır. Amma bu normal aktivləşmə deyil. Əvvəla dəli kimi bu qan trombositlər bir-birlərinə yapışmağa başlayırlar. Bu mexanizm artıq damarlarda get-gedə çoxalan miqdarda trombların əmələ gəlməsinə səbəb olur və bu tromblar gedir yenə də öz növbəsində ürəkləri istəyən qanla gedirlər fərqli yerə, müxtəlif orqanlara gedirlər. Əsas qidalandırıcı damarları tuta bilərlər və nəticədə bir dənə də orqan çatışmazlığı yaranır. Amma bundan bitmir. Əvvəlcə trombositlər dəli kimi bir-birləri ilə birləşirlər. Daha sonra isə bu birləşmə prosesləri dayanır və artıq belə deyək ki, trombositlər müəyyən qədər tükənir. Çünki çoxu əksəriyyəti artıq birləşib tromb əmələ gətirdilər və bu zaman isə artıq qanın laxtalanmasında iştirak edən hüceyrələrim belə deyək ki, anlıq olaraq azalmağa başlayır və nəticədə artıq laxtalanma prosesi tamam yuxarıda dağın başından kəlləmayallaq aşır və bu zaman isə artıq qanaxmalar yaranmağa başlayır. Yəni əvvəl tromb əmələ gəldi damarlarımda, indi isə tromb yox, qanaxmalar başladı. Yəni gördüyünüz kimi səhv qanın köçürülməsi nəticəsində immun sistemin
aktivləşir və bu aqressivləşmə nəticəsində müxtəlif orqanlarda orqan çatışmazlığı yaranır. Bu proses bir neçə dəqiqə ərzində həyata keçir. Əgər müdaxilə edilməzsə xəstə həyatını itirir çoxlu orqan çatışmazlığından. Bəs bu zaman nə edirlər? Əvvəla köçürülən qanı dayandırırlar. Çünki artıq orqanizm ona reaksiya verdi. Daha sonra isə həmin o qanın parçalanması nəticəsində qanın tərkibində yaranan daha artan hemoqlobinin miqdarını azaltmaq üçün müxtəlif mayelər köçürülür və digər tərəfdən müxtəlif orqan sistemlərinin pozulmuş funksiyası təmin olunur. Belə ki, böbrəklərin funksiyası təmin olunmağa çalışılır, ürəyin funksiyası təmin olunmağa çalışılır, təzyiq, həmçinin də ürək döyüntülərinə nəzarət başlayır. Yəni dediyim odur ki, səhv qan köçürülməsi nəticəsində bu qədər qorxulu proseslər baş verir və xəstə artıq reanimasiyalıq olur. Təcili müdaxilə edilməzsə də həyatını itirir. Bu durum o hallarda yaranır ki, həkim xəstənin qan qrupunu ani diqqətsizlik nəticəsində qarışdırarsa. Buna görə də qan köçürmələr tibbdə çox önəmli bir proses sayılır və xüsusi dəqiqliklə həyata keçirilir. Əvvəla qan köçürülməmişdən əvvəl prob götürülür və bu prob müxtəlif hazır materiallarla qarşılaşdırılır, yəni qandan prob götürülür və bu hazır materiallarda hansına reaksiya verdiyi bəlli olur. Yəni qan qrupu təyin olunur. Qan qrupu təyin olunduqdan sonra isə qan rezervləri zakaz olunur, yəni sifariş edilir. Bu sifarişlərdə isə ad, soyad, xüsusi həmin o qan köçürülmə belə deyək ki, paketinin üzərində xüsusi nömrə yazılır və bu qan köçürülən zaman həkim xəstəyə qanı köçürən zaman bir daha bir bunların hamısını tutuşdurur ki, ad, soyad hamısı yerində olsun və həkim xəstədən adını soruşur. Onun adını deməmişdən öncə bir daha təsdiqləmək üçün həmin xəstənin adının özünün deməsini tələb edir. Məhz bunlar həyata keçiriləndən sonra artıq həkim yavaş-yavaş qanı verməyə başlayır. Ancaq burada da diqqət etmək lazımdır. Çünki yenə də hər hansısa bir vəziyyətin, hər hansısa bir pis durumun yaranmasına qarşı olaraq qan əvvəla asta-asta köçürülməyə başlayır və xəstə kəskin nəzarət altında olur ki, bədən xırda reaksiya verdiyi zaman hərəkətə keçirsin. Bəs bədən necə reaksiya verir? Bədən üşütmə, temperaturun qalxması, böyrəklərdəki vəziyyətin pozulması nəticəsində böyrək nahiyələrində, beldə xüsusi ağrılar, qan təzyiqinin düşməsi, ürək döyüntülərinin sürətlənməsi, tənəffüsün pozulması baş verir ki, məhz bu artıq həkimə alarmdır ki, bir şeylər yolunda deyil, müdaxilə etmək lazımdır. Məhz ona görə də İnsanlar üçün, həkimlər üçün xüsusilə bu mövzu çox önəmlidir. Əks halda həkimin diplomu əlindən alına bilər, amma bu şey deyil. Əks halda xəstə həyatını itirə bilər.